Necə ki Allah Azza və Cəllə buyurur ki: "Ləhum qulubun la yefqahuna biha və a'yunun la yubsiruna biha və azanun la yesmauna biha." Onların qəlbləri var, anlamırlar. Qulaqları var, eşitmirlər. Gözləri var, görmürlər. "Ulaika kal-an'am bel hum adall." Onlar En'am surəsi var da Quranda. Mal qara kimidirlər? Elə? Yox. Bel hum adall. Hətta ondan da aşağıdırlar. Alimlərdən biri bu ayənin təfsirində misal verir. Hamımızın bildiyimiz bir şeydir, çoxumuzun gördüyü. O kənd yerlərində hər qapıdan çıxan heyvan ki sürüyə girir, gedir və axşam gələndə sürüdən hər qapının heyvanı ayrılır, gəlir qapının ağzına və öz yiyəsini səsləyir. 4 ayaqlı heyvan öz sahibini tanıyır. Öz sahibinin qapısını tanıyır. Heyvan da ağlı yoxdur, şuuru yoxdur. Öz sahibini tanıyır. Lakin insana gəldikdə isə "Ulaika kal-an'ami bel hum adall." Hətta belə insanlara Allah Azza və Cəllə heyvan demir. Heyvan demir, çünki heyvana zülm olar. Bel hum adall. Əksinə ondan da, heyvandan da daha zəlalətdədir. Çünki Allahın sənə ram etdiyi heyvan sənə ramdır, sənə tabidir. İnsana gəldikdə isə "İnnel insane li rabbihi lekanud." Həqiqətən də insan öz Rəbbinə qarşı çox nankördür.